Ne qədər paradoksal səslənsə də, Makronun deməli Paşinyanı müdafiə etməsi onun səslərinin azalmasına gətirib çıxara bilər. Niyə görə mən belə hesab edirəm? Makronun ölkəsində reytingi bir neçə bundan qabaq rekord, anti-rekord vurmuşdu. 11%-dən aşağı. 5-ci Respublikanın Fransız tarixində... seçiciləri, hə. Amma erməni başqa... Yəni, Fransa ictimaiyyəti... Valla erməni seçicisi, orada bir görüntü gördünüz siz. Bir qadın istəyirdi Makronu öpsün, getdi səhv saldı mühafizəçisini öpdü. Heç tanımır kimdir Makron. Mən bilirsin nə edirəm? Yəni, Fransa xalqının Makron, Fransanın 5-ci Respublikanın ən aşağı reytingi olan bir şəxs. Amma erməni cəmiyyətinə bunun aidiyyatı yox. Makrondur. İkincisi də ki, o günləri olduğu Afrika irəli bir samit. Afrika ölkələrinin. Orada az qala bu Makronu fitə basmışdılar. Basmışlar, yox, hər şey deyə bilərlər. Orada danışmağa imkan belə yox idi. Küy, qışqırı, istədi ki, mikrofonu götürüb onu sakitləşdirsin, delegən işinlə məşğul ol. Elman müəllim, erməni cəmiyyətinin Azərbaycan cəmiyyətini səhv salmayaq. Azərbaycan cəmiyyəti kifayət qədər ayıq və düşünməyi də bacarır. Kimin də gəldiyini seçir. Amma erməniyə Parisin zooparkından bir meymun gətirib göstərsən ki, bax, bu sizi dəstəkləməyə gəlib, deyəcək, görsən bizi kim dəstəklədi ki, məhz Parisin mərkəzindəki ortada duran meymun. Yəni, bu erməni təfəkkürüdür. Adı mən səhv deyirəm. Bugün açıq dünyadır, bu günləri yüksək. O açıq dünya hələ də deyir ki, ictimaiyyəti də görür ki, bizi gəlib Adəm ermənidir, o açıq dünya deyir. Ölkəsində ən nüfussuz, Afrikadan qovurlar, bütün dünyadan qovurlar. Elman müəllimi, həmən o açıq dünyada hələ də deyirlər ki, Adəm ermənidir, Adəm peyğəmbər. Trumpın, deməli, Macaristandakı seçkiləri kimi müdafiə edirdi? Amma əks oldu. Əks oldu. İndi burada da başqa seçiləcək. İndi mən bir paralel gətirmək. Yox, əksinə deyirəm, xalların balını azalda bilər. Hə də, mən onu deyirəm. Demək, müxalifət seçilə bilər. Müxalifəti seçiləcək mən söyləmirəm. Paşinyan daha yüksək rəqəm qazana bilər. Bu, Makron kimilərin onu müdafiə etməsi, onu toplayacaq, o seçici sayını azalda bilər. Erməni cəmiyyətində Fransa... Macaristan deyil, siz sivil cəmiyyətlə erməni cəmiyyətlə. Fransanın başqa bir yeri var. Ona görə də Fransa nüvə dövləti bizim arxamızdadır, prezidenti gəldi. Şarl Aznavur ağlamaq. Tüm bunlar yaddaşı erməni cəmiyyətində əksinə 1%, 2% Paşinyana səs qazandırır ki, çizdirmək. O ölkədə ermənilərin nə qədər güclü olduğunu biz gözəl bilirik. 91-93-cü illərdə Fransa kimi bir dövlətin baş naziri Eduard Balladur idi. Eduard Balladur etnik ermənidir. Bunlar ölkənin baş naziri səviyyəsində erməni çıxarmışlar. Son 11 merləri var indi. Yəni bunu hamısını biz bilirik. Amma eyni zamanda da Hollandla müqayisə edilərdi. Onun da reytingi aşağı oldu ki, da ikinci dəfə namizədliyə də keçməz. Fransa olan. Bunun reytingi ondan da aşağı düşüb.